Bu iki qat İslamiyadanın qalibiyyətidir. Hidayətin indi qarşıda iki qat olimpiya çempionluğu da gözlənilir. Yəni bu demək olarmış iki qata qaldırma vaxtıdır. İki qat dünya, iki qat... Bu simvoldur da bəli. İki qat olmaq İki qat olmaq hər bir idmançıya nəsib olmur. Amma bunun necə də enerjisi var. Və söz verib xalqının qabağında prezidentimizə, müəllimlərinə, ona görə mənə elə gəlir ki, qabında var mı? Olmalıdır. Olmalıdır. İnşallah. Bir ara bu Hidayətin elə bir ki, sanki nəticələri olmadı bir müddət. Onu neylə formasında enişlə əlaqələndirərdiniz? Yoxsa neylə əlaqələndirərdiniz? O bilirsin nədir? O formadaki o olimpiya oyunlarında oldu, keçən il. O 4 illiğin hazırlığıydı. Evet. Ve o hazırlıktan sonra o zirvede kalmak gayrimümkündür. Hiçbir idmançıyı, en meşhur idmançılar o zirvede dayanabilmirlər. Olimpiyadan sonra hamısında aşağı düşme var mərhələ. Ve hindi o özünü öz formasına salır. Ama yine de hələm o tam formada olabilmez. Hələm olimpiyadaya 3 il vaxt var. 3 ilə yaxın vaxt var. Sizcə indi normal gedirmi hazırlığı? Yəni belə yığma komandanın yəni belə deyək də tempi, ardıcıllığı, yarışları bir söz işlətdim. O peşəkarlıqdır. O peşəkarlıq hər idmançıda olmur və o formanı farsaj eləməyi düz deyil. Bu maşın deyil, bu insandır. O maşında farsaj edərsən ola bilər. Amma insan gərək elə tədricən o formadan aşağı düşməyi də, özünə gəlməyi, sakitləşməli. Həm psixoloji hazırlığı, həm fiziki hazırlığı, həm texnika, taktiki hazırlığı. Bunlar hamısı yığılır üstüne.